Vaxtınız xeyir olsun. Bəli, sizin də vurguladığınız kimi 20 yanvar Ümumxalq Hüzn günü, eyni zamanda 21 yanvarda da Qarabağ Futbol Klubunun oyunu ilə əlaqədar olaraq metro gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və eyni zamanda bu istiqamətdə daha təfərrüatlı məlumatı isə indi qonağın hərəkət xidmətinin reisi Anar Zamanovdan informasiyaları əldə edəcək. Xoş gördük. Buyurun, təfərrüatlı informasiyaları sizdən eşitdik. Vaxtınız xeyir olsun. 20 yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq metropolitenin iş rejimi dəyişdiriləcək. Anım mərasiminin həyata keçirildiyi 20 yanvar stansiyasında, həmçinin Şəhidlər Xiyabanına yaxın ərazidə yerləşən İçəri şəhər və Elmlər Akademiyası stansiyasında xüsusi nəzarət mexanizmi tətbiq olunacaqdır. Qeyri-işin olmasına baxmayaraq qatarlar xüsusi qrafiklə hərəkət eləyəcəkdir. Xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaqdır. Stansiyalarda günün ruhuna uyğun musiqilər səsləndiriləcəkdir. Qatarlarda stansiyaların elan olunması radio rabitə vasitəsilə təqdim olunacaqdır. Hadisələrin mərkəzində yer almış 20 yanvar stansiyasında anım gününə uyğun xüsusi tərtibatda hazırlanılacaqdır. Stansiyanın platforma və vestibüllərində qərənfillərdən ibarət kompozisiyalar qurulacaqdır. Metropoliten rəhbərliyin iştirakı ilə şəhidlərin anım mərasimi həyata keçiriləcəkdir. Saat 12 tamamda bütün stansiyalarda qatarlar dayandırılacaq, fit çalınacaqdır və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılacaqdır. Daha sonra metropoliten əməkdaşlarının iştirakı ilə Şəhidlər Xiyabanında vətənimizin azadlığı və müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin məzarları, o cümlədən həmin gecə şəhidlik zirvəsinə ucalmış 2 nəfər metropoliten əməkdaşı İlqar Qarayevin və Əflatun Kazımovun məzarları ziyarət olunacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün və sabah Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Eyni zamanda 21 yanvar tarixində də Qarabağ Futbol Klubunun oyunu ilə əlaqədar olaraq təbii ki, bu gücləndirilmiş iş rejimi davam edəcək və elə bugün axşam saatlarında da 20 yanvar metro stansiyasında da məhz elə həmin günə özəl kompozisiyalar qurulub hazırlanacaq. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizimlə bölüşdüyünə görə.